Testə baxaq, 3 nömrəli testdə. Burada biz nə etmək lazımdır? Təsəvvür eləmək lazımdır. Necə ki, stereometriyada fəza fiqurlarını təsəvvür edirik. Burada da həmin metoddan, yəni belə deyim, təsəvvür etmək lazımdır ki, birinci şəklin üzərinə ikinci şəkli sanki əlavə etmək, gəlmək lazımdır. Daha sonra isə ikinci şəklin üzərinə üçüncü şəkli gəlmək lazımdır. Necə? Məsələn, bax burada el yazılıb. Eli gətirib bax burada yazıram. Daha sonra 3 yazılıb, 3-ü gətirib yazıram. Bax burada 4 yazılıb, 4-ü yazıram. Və həqiqətən də 3 ilə 5, 3 plus 5 bölək 2 bərabərdir 4. Yəni bunun qaydası belədir. Həmən bu ortada olan ədəd alınan ədəddir. İndi eli də bu qayda ilə tapaq. 2 plus, bax burada 2 ilə 6. 2 plus 6 bölək 2 bərabərdir 4. Deməli elimiz 4-ə bərabərdir. Aha. El 4-ə bərabərdir. İndi burada da ikinci şəklin üzərinə üçüncü şəkli gəlmək lazımdır. Deməli, burada da bax, görürsünüz elin yerinə 4 yazıldı. 4 ilə bax burada 4-ü toplayıb 2-yə böləndə 4 edir və həqiqətən burada görürsünüz 4 də yazılıb. İndi K-nı da o metodla tapmaq lazımdır. K-nı bax yazıram bura. 3 plus 3 bölək 2 bərabərdir 3. K deməli 3-ə bərabərdir. Aydındırmı? Bax burada 3 oldu. İndi bir də silim, aydın yazım. K 3-ə bərabər oldu, el də 4-ə. Və bizdən bunun cəmini soruşur. Ona görə də biz indi, bax burada elin yeri, el bax burada idi. Elin yerinə 4 yazıram, K-nın da yerinə 3 yazıram. Hansı ki, K-nı bura köçürmüşdük, eli də bura. O da olar 7. Cavab A variantıdır.